Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə birinci xəmirin daha rahat, asan üsulla hazırlama qaydasını göstərirəm. Birinci onu qeyd edeyim ki, videonun alt bölümündə, açıqlamada qədərini, reseptini yazacağım. Siz oradan yararlanırsınız. Videoya biz baxa-baxa elə bir-iki nüanslar var ki, mən onları sizə çatdıracağım. Ən birinci şərtlərimizdən bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Un mütləqdir ki, ələnməlidir. Sonra xəmirə istifadə edəcəyimiz süd və su yüngül isidilməlidir. Yəni ilıq yox, illıqdan biraz isti. Sonra çırpıcı ilə çırpırıq. Hamımız bilirik ki, un, su, süd əlavə olunanda xəmirdə düyünlər olur. Ona görə çırpıcını qəşəng çalırıq ki, heç bir düyünü olmasın. Beş-10 dəqiqə kənarda saxlayırıq, xəmir özünü daha da tutsun. Sonra bilinçli tavası götürürük. Mənim istifadə edəcəyim tavanın diametri 24 santıdır. Bir dəfə ona duru yağ əlavə eləyib, safetka ilə silirik ilk dəfə. Yəni bir dəfə eləyirik onu. Çömçə ilə məhluldan əlavə eləyirik tavaya, hər tərəfinə yayılır. Sonra qalan artıq nə varsa, onu təzədən həmin məhlul olan qaba əlavə eləyirik. Onu etməkdə məqsədim odur ki, əziz izləyicilər, bütün hazırladığımız bilinçiklərin xəmirləri, lavaşları hamısı eyni incəlikdə olur. Yəni bir tərəfi qalın, bir tərəfi incə elə olmur. Fikir verirsiniz necə gözəl olub. Yumuşaq, incə, zərif. Hamımız da bilirik, əzizlərim, yenə də öz fikrimi söyləyim. Birinci xəmirin bir tərəfini nisbətən çox qızardırıq, o biri tərəfini sadə dillə desək, təpitmə kimi eləyirik. İndi də keçən içliyin hazırlanmasına. Soğanı ət maşınına çəkdik, tavaya əlavə elədik, yüngül qovururuq. Üzərinə çəkilmiş mal əti dadlandırmaq üçün duz əlavə eləyirik. Zövqünüzdən də asılı olaraq ədviyyatlardan sarıkök, şirin bibər üyüdülmüş və qara istiot əlavə edib qarışdırırıq. Ən axırda olmazsa olmazı zirinc və reyhan qurusunu əlavə eləyib biraz da qovurub götürürük. Qızarmış hissəsini gördünüz, bir də təpitmə olan hissəsini. O qızarmış hissəsinə qiymədən əlavə eləyirik, bir dolu yemək qaşığı. Bax, videoda necə görürsünüz, bax, o cürə də bükürük. Hər iki tərəfini büküb, rulet kimi. Baxın, bax, bu cürə. Bir daha göstərirəm. Zirinc qiyməyə çox gözəl dad verir, çox məsləhətlidir. Axıracan bu proses davam eləyir. Hamısını bu cür büküb yığırıq. Deməli, bu reseptdən 40 ədəd bilinçik alındı.
İndi də keçəyin bilinçkin axırıncı mərhələsinə. Tavaya yağ əlavə elədim. Mən duru yağ əlavə elədim. Sonra səliqə ilə bilinçikləri düzdük. Hər iki tərəfini qızardırıq. Qazı orta saxlayın. Yəni ki, çox gür olmasın ki, onda rəngi çox tündləşər. Qaba yaxşı olar ki, bir dənə salfetka kağız sərin ki, yəni o canında olan yağı çəksin. Baxın, hazırdır. İndi kəsirəm, iç hissəsini göstərim. Baxın, iç hissəsinə görə necə gözəl. Qiymə də yumuşaq, bilinçin xəmiri də yumuşaq. Çox olduğuna görə şəffaf bu qutulardan götürürəm. 20 ədəd mən bu cürə yığdım, bağladım ağzını bərk. Buzluqda və yaxud dondurucuda saxlayıram. Lazım olanda 1 saat qabaqdan çıxardıb istifadə eləyirik. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.